Prezident İlham Əliyev Aztex İmport Məhdud Məsuliyyətli Cəmiyyətinin Iveco markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodunun açılışında da iştirak etdi. Məhdud Məsuliyyətli Cəmiyyət 2022-ci ilin aprelində Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Bu istehsal müəssisəsinin təməli də elə həmin il dövlətimizin başçısı tərəfindən qoyulub. Müəssisə İtaliyanın Iveco markalı yük və xüsusi təyinatlı avtomobillərinin yığımını həyata keçirəcək. Layihənin ikinci mərhələsində avtomobillərin kuzovlarının istehsalı da nəzərdə tutulur. Müəssisədə illik 100 ədəd yük avtomobili və xüsusi texnika, 300 ədəd kuzov istehsalı həyata keçiriləcək. Hər iki mərhələ üzrə müəssisədə 150 yeni iş yerinin yaradılması planlaşdırılır. Artıq layihənin birinci mərhələsi üzrə 96 nəfər işlə təmin edilib. Müəssisədə istehsal ediləcək məhsulların daxili bazarda satılması ilə yanaşı xarici bazara çıxarılması nəzərdə tutulur. Aztex İmport MMC-də Sumqayıt Sənaye Parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən faydalanıb. Ümumi investisiya dəyəri 19,2 milyon manatdan çox olan layihə Sumqayıt Kimya Sənaye Parkında 4 hektar ərazini əhatə edir. Yeni müəssisələrin fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafına təkan verəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın diversifikasiyasını sürətləndirəcək, məşğulluğun artırılmasına mühüm töhfə verəcək.